Kasıb bir adamın dəvəsi səhrada xəstələnir. Nə qədər cəhd edirlərsə, onu yerindən qaldırıb karvana qoşa bilmirlər. Məcbur qalıb onun yükünü başqa bir dəvəyə yükləyərək yollarına davam edirlər. Onlar oradan bir qədər uzaqlaşan kimi vəhşi heyvanlar dəvəni yemək üçün dövrəyə alırlar. Amma heç biri cəsarət edib dəvəyə yaxın dura bilmir. Bunu uzaqdan görən karvandakılar heyrətə gəlirlər və onların içərisindən bir nəfər bu sirri öyrənmək üçün dəvənin yanına qayıdır. O, dəvənin boynundan asılmış boyunbağının çıxardığı səslə vəhşi heyvanları vahimiyə salaraq özündən uzaqlaşdırdığını başa düşür və dəvənin boynundan o boyunbağını açıb oradan uzaqlaşır. Dərhal vəhşi heyvanlar bir andaca dəvəni parçalayıb yeyirlər. Bu bir hikmətdir. Hekayədə adı keçən dəvə isə bir rəmzdir. Həmin dəvə bizim üzərində yaşadığımız dünyadır. O dəvənin boynundan asılmış boyunbağı isə Allahın yer üzərində seçilmişləri olan alimlər və Allahın vəli qullarıdır. Nə qədər ki o boyunbağı Allahın seçilmişləri dünyanın boynundadır, yəni dünyada yaşayırlar, dünyanın daimi rahatlığı və əminamanlığı var. Onlar azaldıkça dünyanın da rahatlığı pozulur, əminamanlığı əldən gedir. Odur ki, dünyada zaman zaman dünyanı oda qalayan, oda calayan, sərvət var, dövlət üstündə dünyanı talayan şahlardan xilas etmək üçün Allahın seçilmişləri, Allahın vəli qulları, elm, ürfan sahibləri olubdur. Deyirlər ki, zəmanəsinin tanınmış böyük kəramət sahiblərindən Allahın vəli qullarından biri olan Şəqiqi Bəlxi Harun Ər-Rəşidin müəssiri olub. Onu ziyarətə gedən xəlifə ondan bir hikmət söyləməsini istəyir. Şəqiqi Bəlxi deyir ki, ey xəlifə, fərz et ki, böyük bir səhrada azmısan, susuzluqdan yanırsan. O anda biri gəlib sənin susuzluğunu yatırmaq üçün bir qap suya sənin bütün səltənətinin, bütün sərvətinin tən yarısını istəsə, verərsən. Verərəm, deyir xəlifə. Ey xəlifə, deyək ki, bütün səltənətinin tən yarısını o suyun alıb içməsinə verdin. Amma biraz sonra o suyun ifrazı səndə çətinlik yaratdı. Bütün cəhdlərinə baxmayaraq ölüm ayağındasan və heç bir xeyir nəticə